Yeməyimi yedim, uzandım ki, bir 15 dəqiqə yatım. Birdən təyyarə başladı belə sirkələnməyə. Samolyotdan cart-curt səslər gəlir. Aşağı belə getməyə başladı, belə sirkələnir. Biz də qızlarla getmişik. Ağlayır, tutub mənim əlimi qıracaq. Yəni mənim zövqümdə bir xanım deyil idi. Təhdid edirdi mənə ki, səni öldürərəm. Polat Alemdar havalarına girdi orada. Dedi, Merdancığım bizə bir şarkı söyləyə bilir misin falan. Yenə türmə, yenə qazamat, ay burada. Böyrəklər bir dəqiqə getdi də, yəni bu orqan markasıdır. Mən niyə girişdim bu söhbətə? Gəldim görüm ki, bundan polis saxlayır. Evdən indi babama mən evə nətə izləyim. Nəzim buna baxsana, səmimi adı ilə hər şeydə danışdıq bizi mənimlə. Aha. Salam, yenidən sizin qarşınızda olduğum üçün özümü çox şanslı hiss edirəm. Bugün bizim qonağımız mükəmməl ifaçı deyərdim. Çox yaraşıqlı, sempatik ifaçımız Merdan Kazımovdur. Xoş gəlmisiniz Merdan. Salam, xoş gördük. Gözəl təqdimat üçün. Biraz abartılı olmadı. İçimdən belə gəldi, nə yalan deyim, içimdən gəldi. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun ki, məni dəvət eləmisiniz. Bu tipli verilişləri, podkastları çox sevirəm. Çünki səmimi olur hər şey. İnşallah ki, gözəl bir proqram keçər. İnşallah. İnsanlar da mənim tanımadıqları nöqtələrimi tanıyarlar. İnşallah. Əsas odur ki, inşallah bugün özümüz olacaq Merdan. Əlbəttə. Belə başlayayım. Merdan, necəsiz? İşlər necə gedir? Yeniliklər varmı? Yaxşıyam. Düzü yorğunam biraz, amma yaxşıyam deyirəm ki, yorğunluğumu hiss eləmirəm. Yaxşı deyə yaxşı olsun. Çünki çox çalışırıq. Hal-hazırda konsert hazırlığı içindəyik. Əlavə olaraq konsertə qədər bilmirəm o sözü necə verdim. Instagramda yazdım ki, konsertə qədər mən 4 dənə proyekt təqdim edəcəm sizlərə falan. İnsanlar onu gözləyir. Birini təqdim eləmişəm artıq. İkincinin klipini çəkəcəyik 2 günə. Yenə də öz dilimin bəlasına düşdüm. Qalıb ikisi hələ ayrı. Qalıb ikisi, hə. Hazırdır mahnılar əslində. Klip cəhətdən biraz belə düşünürük nədir. İndi sağ olsun burada rejissor dostlarımız var. Onlardan deyəsən fikir alacağam. İndi ağlıma gəldi bu da. Çatdıra biləcəksiniz? Yəni konsert aprelin 20-si də. Söhbət işləmək olanda həqiqətən də özümə güvənirəm. Çünki çalışqan insan olduğumu düşünürəm. Amma məşqlər gedir də, hə? Konsertlə bağlı yoxsa elə başlamayıb? Məşqlər gedir. Məşqlər deyəndə ki, biz zaten çıxış elədiyimiz səhnələrdə biz daha çox belə klub, pub ortamında ya da konsertlərə də gedirik əslində son zamanlar daha çox. O ortamda zaten bu mahnıları ifa edirik, insanlar sevir. Mahnıların bir çox hissəsi hazırdır. Qalır o mahnıları şov şəklində hazırlayıb insanlara təqdim eləmək ki, o da məncə bir ay bizə yetər və artar belə türklər deməli. Hələ də çıxış edirsiniz hə məkanlarda? Yox, artıq konsert olacaq deyə dayandırmışam məkanlarda çıxışı. Amma belə eləyirdiniz də bu vaxta kimi? Eləyirdim əlbəttə, məkanlar olur. Ya İndi məsələn kütlə sizi daha çox sevir də. Sevir. Bəs problem yaranmır? Artıq çox məşhursunuz, kütlə sizi sevir belə. Məkanlarda çıxış eləyəndə gəlirlər sağ olsunlar dinləməyə. Rock elə bir musiqi tərzidir ki, biz bu arada pop rock ifa edirik. Çox böyük bir kütləsi yoxdur. Yəni mən bəlkə də bir 500-600 nəfərə xitab eləyə bilərəm musiqindən, amma coşqulu insanlar olur. Yəni o 10 minin verdiyi coşqunu onlar verir. Yəni çıxış etdiyimiz məkanlar da 200-300 nəfərlik olur. Genəldə onlar da dolur, daşır maşallah. Eyni onu düşünürdüm. Mən doğrudan ağlıma gəlməzdi ki, Merdan bu qədər sevilər. Mən bəyənirdim sizi, amma düşünmürdüm də. Yəni bu qədər tanınarsınız, bu qədər Merdan haqqında, sizin haqqınızda məlumatlar toplamağa çalışırdım bu verilişlə bağlı. İnanın YouTube-da belə bütün videolarınıza baxdıqca mənfi rəyə demək olar ki, rast gəlmədim. Necə sevirlər sizi? Hətta şey yazırlar ki, artıq Merdan bu O Səs Türkiyə ilə bağlı baxdım proqrama. Şey yazırlar ki, artıq Merdan bizim sənətkarımızdır falan filan. Orada yazıblar, baxmamışam. Onları belə yazırdılar. O Səs Türkiyə üstündən 10 il keçdi. 10 il keçdi. Hələ də gözəl rəylər alıram. Əslində pis rəyləri silmirəm yəni. Elə bir yoxdur ki, yəni ancaq yaxşılar saxlayım, pisləri silim. Yoxdur, şükür Allaha ki, sevənlər çoxdur. Mən doğrudan düşünməzdim, yəni bu dərəcədə olduğunu düşünməzdim. Sağ olsunlar. Valla, hətta belə qonaq gələndə araşdıram da, ətrafdan dostdan, tanışdan da soruşuram bu insana münasibətiniz nədir, necədir. Ətrafımdan da soruşdum, yəni çox sevirlərmiş sizi. Allah razı olsun. Çalışıram ki... Hətta biletlərinizi axtarırdılar sizi. Sağ olsun. Sağ olsunlar ki, ətrafımda gözəl dostlar çalışıram ki,
topluyum hər zaman. Hər zaman onların yanındayım. Necə ki, onlar mənə hər zaman yanımda olub və dəstək olublar, indi də dəstək olurlar. Mən də elə bu verilişə də dostlarımın sayəsində gəlmişəm. Bizim Şəhriyarın. Şəhriyar. Rejissorumuz Şəhriyar. İllərdir tanıyıram onu. Artıq 5 il olar abi, hə? Möhtəşəm. Ay Mərdan, balacalıqda dəcəl uşaq olmusunuz ümumiyyətlə? Yevin tək uşaqsınız ümumiyyətlə yoxsa? Yox, bir dənə bacım var, amma nəslimizin ilk nəvəsi mən idim. Mən 6 yaşım olanda bacım dünyaya gəldi. Biraz erkən böyüdüblər məni. Babam, rəhmətli babam sağ olsun, nə deyirdim alırdı filan, belə böyümüşəm. Bu arada mən kənddə böyümüşəm. Naxçıvan. Şərur rayonunun Yengicə kəndində böyümüşəm. Yəni kənd uşağı olmuşam belə deyim. Qaçmışam, yəni gəzmişəm, ağaca çıxmışam. Belə böyümüşəm. Biraz ərköyün olsam da sağ olsunlar elə tərbiyə veriblər ki, onu belə limitdə saxlaya bilmişəm deyə düşünürəm. O bəzi kadrlarınıza baxırdım, proqramlarda O Səs Türkiyə ilə bağlı. Ayda orada ananızın həyəcanını görürdüm, necə əsirdi ana. Mama. Onu bildim ki, ananız nə bilim sizi ayrıca belə şey eləyir çox. Hə, yox, bizdə yoxdur o ayrı seçkilik, amma belə bir şey var ki, mama bizim üstümüzdə çox əziyyət çəkdi. Hə. Yəni o biz uğur qazananda o çox sevinir. Əslində bir növdə bu sahəyə gəlməyimin səbəbi oldu ki, yəni anam məndən fəxr eləsin. Çünki onun o gözlərindəki o sevinci, o coşqunu görəndə ki, dünyalar mənim olur. Həqiqətən də bu çox vacibdir mənim üçün. Bəs musiqiyə maraq necə yarandı? Mama istəyirdi, yoxsa uşaqlıqdan musiqi məktəbinə necə başladınız? Mama, düzdür, musiqiyə marağım var idi. Oxuyurdum musiqi dərsində filan məktəbdə. Sonra futbola bir maraq yarandı. Mən futbola getməyə başladım. Kənd uşağının enerjisi. Hə, onda Bakıda yaşayırdıq. Xudafərin PFK var idi, bir komanda, uşaq futbol komandası. Orada məşğul olurdum. Sonra anam dedi ki, musiqi ilə məşğul ol, o sənə daha yararlı olacaq. Skripka sinifinə yazdırdı məni, getdim skripka oxumağa. Orada da elə oldu ki, biraz belə skripkadan soyuyan təhər oldum. Müəllimin rəftarı sayəsində. O vaxt biraz elə idi axı. 5 illik musiqi məktəbinin 4-cü sinifdən çıxdım. Dedim ki, mən getmək istəmirəm. Bir il qalmış. Niyə? Çünki sevmirəm artıq. Yəni məncə müəllim sevdirməlidir, yəni uşağa, tələbəyə sənətini, belə deyim. Sevirdim də. Amma səhv eləyəndə çox aşırı reaksiya görürdüm deyə artıq. Həm də ilk başdan gitara istəyirdim. Gitara sinifində oxum. O elə idi ki, indi bu səmimidir deyə mən burada danışıram. Gitara sinifi pulluydu, skripka sinifi pulsuz idi. Ona görə bizdə ailəvi durumlar biraz olmadığına görə mən məcbur skripka sinifinə getdim. Sonradan skripkamı satdım, gitar aldım. Xəyalımı elə gerçəkləşdirdim. İnternetdən öyrəndim o vaxt. 2010-cu ildir. Pentium 3-üm var bir dənə. Neçə yaşınız vardı onda? 14-15 olardı, yoxsa? 94-cü iləm də mən. 16 yaşım var idi. 2010-cu ildə nə isə satdım, aldım gitaranı. 52 kilobitlə giririk internetə, belə o gəlir səslər falan. Bilənlər bilir indi buradan çox o şeyi yaşayacaq, nostalgiyanı. O elə girib, yəni bir video, akordun videosunu yükləməyə qoyurdum, otururdum, gözlürdüm. Bir saata yüklənirdi ki, bu la minor akorduymuş falan filan. Belə öyrəndim yəni gitaranı. Bir 6 ay özüm öyrəndim. Sonra gördüm ki, belə olan bir şey deyil, yəni alınan bir şey deyil. Mən gərək nəzər getdim, sonra müəllim yandı. Başladım. Sonra bir ilin tamamında da artıq 2010-un axırları idi. Başladım rest kafelərdə filan gitarla oxumağa. Mən elə bilirdim ki, siz musiqi məktəbini uşaqdan işləməyə başlamısınız artıq. Ona görə buraxmısınız. Yox, ona görə buraxmamışam. Telefon dükanında işləyirdim. Ondan qabaq da belə yəni bir çoxumuzun elədiyi kimi, yəni sıfırdan başlayan oğlan uşaqların çoxu eləyib bunu ki, mis alüminium filan satmaq, o işləri görürdüm. Oradan 13-14 yaşımda ona başladım. Sonradan keçdim telefon dükanına, qohumdan telefon dükanı var idi. Orada telefon ustalığını öyrənməyə başladım. Nokiaların qırğın eləyən vaxtları. Yaxşı ki, öyrənməmişəm Nokia təmirini, çünki gələcəyi yox imiş. İndi acından ölürdük. Kimin telefon xarabdır? Yox, onlardan başım çıxmır. Bir də Nokiadan başım çıxmır. O da yəni ekran falan dəyişə bilirdim. Zirvədə buraxdım onu.
Zirvəni buraxdım. Çünki gördüm mənlik deyil yəni. Olmurdu yəni. Ona qədər də afisiyantlıq filan oldu belə. Buraxdım sonra yəni işləməyə başladım musiqi məktəbindən sonra oldu yəni belə deyim. Bəs əlinizə ilk o keçən pul var, məsələn mis satışınızda. Onu xatırlayırsınız? Xatırlayıram 20 manat. Uydu, amma yaxşı qazanmısınız ha. Ha. Birinci qazanc üçün əladır. Yaxşı satmışdı. Mis bahaydı axı o vaxtlar. İndi də mən bilən bahadır. O şunurlar filan var idi işləməyən. 60'lar yolun qırağına götürdüm, onları yandırdım, əritdim, satdım. Necə də ağlınıza gəlib ya? Ağıllı şey oldu. Yaxşı olar, o vaxtdan işləyir beynim. O vaxtdan işləyir beyin. Sonra neçə yaşınızda getdiniz O Səs Türkiyəyə? İlk dəfə, 5 dəfə qatılmısınız da. 5 dəfə qatıldım. O macəram çox qəribə bir macəradır. İndi oturub düşünəndə deyirəm ki, əslində özüm bir türklər deməli takdir edirəm ki, yəni sən niyə bunu elədin? Amma inadkar olmusunuz ha, yəni. O biraz inadkarlıq məndə var. İstədiyimi alana qədər yəni dirəşirəm belə deyim. Zəng gəldi mənə 2013-cü ildə 1-ci sezon qutarandan sonra mən internetdən anket yolladım. 2-ci sezon üçün zəng gəldi. 2 ya 3-cü sezon üçün tam dəqiq xatırlaya bilmirəm. Zəng gəldi ki, bəs O Səs Türkiyə seçilmisiniz, sizi seçimə dəvət edirik. İlk seçim kamera qabağında olacaq, oxuyasınız, seçilsəniz münsiflərin qabağına çıxacaqsınız. Və seçim hardadır dedim, dedilər ki 2 gün sonra şeydə 2 ya 3 gün sonra İstanbulda, Leventdə. Dedim, mən Bakıdayım, necə gəlim oraya? Dedi, alınsa gəlin. Belə dedi. Neçə yaşındaydınız onda? Mən şeydi, 2013-cü ildə getdim də ora. 19, hə? 19, hə. Hə. Bu rəqəmdən hesaplamaq filan biraz. Durdum məsələ elə oldu ki, xalam gidə İstanbulda qalırdı. Necə gələ bilərəm? Dedilər, avtobusla gələ bilərsən. Samolyot bileti alıb baxdım 2 günə, yəni çox bahaydı, hə. Dedim, yox da, yəni mən gəlib bövrəyimizi adı satım yəni. Sonra avtobusa bilet aldım. 32 saata dedi çatırıq ora. Səhər tezdən çıxdım. Nənəm də gəldi mənim. Nənəmi götürdüm, getdim O Səs Türkiyənin seçiminə. Nənəm də ki, mən də darıxmışam xalan gün üçün, gedək bir yerdə. Nəsə götürdüm nənəm də, getdik ora. Avtobus çatdı belə, düşdü, çamadanlara qoyduq, qaçdım O Səs Türkiyənin seçimlərinə. 32 saat getmişəm, ayaqlarım bu boyda şişibdi belə. Çox belə macəralı bir gediş oldu da. Yolda belə cəmaət gecə yatıbdı, mən mahnı məşq edirəm ki, burasını belə oxuyum, belə yavaş-yavaş. İçimdən avtobusda oxuyuram ki, belə oxuyaram, belə oxuyaram. Getdim, çatdım ora. Girdim, oxudum. Dedilər, biz sizə xəbər eləyərik. Nəysə, xəbər eləmədilər. Elə oldu. Onda da mən Çingizin qrupunda işləyirdim. Bu məsələni də sonra danışaram. Çünki orada da bir macəralı bir söhbət var. Amma O Səs Türkiyənin söhbətini bitirib sonra danışaram. Sonra elə oldu ki, zəng gəlmədi. Digər sezonda artıq Bakıya gəlməyə başladılar. 2 dəfə qatıldım yenə, seçilmədim. Sonra 4-cü sezonda bir dəfə qatıldım. O Türkiyədəydi, hə? Yox, o da Bakıdaydı. 4-cü dəfə idi artıq. Onda da seçilmədim. 5-ci sezon gəlibdi. Zəng elədilər ki, Bakıya gəlirik. Hər dəfə gələndə zəng eləyirdim. Hamıya zəng eləyirlər ki, gəlirik də. Dedilər ki, bəs qatılmaq istəyirsiniz? Dedim, mən baxaram, alınsa gələrəm. Çünki anket nömrəsi var, onu verirsən qapıda məsələn. Ki, bu mənim anket nömrəmdə, okey, keç yox, belə olurdu seç. Canlı növbə idi. Nəysə, səhərə qədər yatmadım, kinoya baxıram. O vaxtda Behzat serialını yenidən başlamışdım. İkinci dəfə baxmağa. Mən o serialı 5 dəfə baxmışam, 96 serial. Nəysə, baxdım, səhərə qədər baxdım. Saat 8 yatmadım, saat 10-da da çağırmışlar ora. Nəysə, yatdım, dedim, bu dəfəlik onsuz seçilməyəcəm, nəyə gedirəm. Saat 10-da elə bir ki, necə bir enerji ilə oyandım. Mən bilmədim, yəni bu necə oldu. Həqiqətən də abartmıram, yəni. Çox enerjik oyandım. Elə bir ki, heç yorğun deyiləm, yuxusuz deyiləm falan. Durdum belə, dedim, bu işarədir, dur get. İlahi bir qüvvə. Durdum, getdim nəsə. Girdim içəri, belə, baxıram içəridə çox dostlarımız var. Arabesk oxuyanlar çoxdur, İbrahim oxuyanlar falan. Mən biraz fərqli idim onlardan. Saçlar uzun belə getmişəm. Nəysə, girdim içəriyə, oxudum. Biz sizə xəbər eləyək. Bir həftə sonra zəng gəldi, gizli nömrədən. Mən birinci eləm uşaqlar məndən məzələnir. Mən harada bildim ki, məndən məzələnmirlər. Pasportu dedi yolla. 2 pasport yolla, bir nəfər də yanında gətir. Biletlərimizi alıb yollayacaq. O vaxta qədər tam inanmıram da. Deyirəm ki, pasportu çəkdim, yolladım bunlara nəsə. Biletlər maillə gələndən sonra bildim ki, O Səs Türkiyə seçilmişəm. Durdum, getdim O Səs Türkiyəyə.
Maraqlı oldu. 4 tur keçdim. 4 tur keçdim. Hə, izləmişəm hamısını. Gözəl Ebru Gündeşin komandasında Hə, yarışdım. hətta Hadisə ilə orada Ebru Gündeş biraz sizin üstünüzə Bir atışdılar balaca, belə. olur da indi, nə deyim olur. Və amma məsələn hamı gözləyirdi ki, mən özüm də axıra kimi gözlədim ki, Hadisəni seçəcəksiniz. Hər kəs buna əmin idi. Niyə məhz Ebru Gündeş? Sevirəm əslində sağ göstərib sol vurmağı. Yəni Gözləmədi. heç hamı gözləyir ki, direkt Hadisədir də, yəni. Bəs Ebru Gündeşi seçməniz nəsə qazandırdı sizə? Qazandırdı əslində hadisədə mənim tərzimdən çox idi. Biraz strategiya elədim orada beynimdə. Ani qərar verdim. Çünki mən Gökhan Hakanı seçmək istirdim. Ondan uşaqdan fanatıyam yəni. Bir Barış Manço, iki onlar yəni. Amma elə gətirdi ki, düşündüm ki, o an Ebrunu seçsəm daha yaxşı olar. Yaxşı ki də seçdim. Yəni çünki 4 tur irəlilədim orada. Qapalı seçimlər oldu ikinci turda. Biraz çox danışdım. Davam edeyim. Hə, yox, yox bizə. Abi qapalı seçimlərə gedirik biz. Məsələn, uşaq səhər yenə tez durmuşam, idmanımı eləmişəm filan. Uşaqlarla gəzdik, elədik, tarqoda oturmuş, çay içirik, gecə saat 11-dir artıq. Mən də səhər 11-də filan durmuşam belə, 10-da 11-də durmuşam. Zəng gəldi ki, orada da bir dost kruqu qurmuşdum özümə, oranın işçiləri ilə filan, səmimiyyət vardı. Sərcan idi deyəsən adı. Sərcan zəng elədi ki, bəs Mərdan, üzrlü say, mən sənə demək yadımdan çıxıbdı ki, səhər saat 4-də sənin biletin var. Oy? Hə, məşq üçün gəlirsən Türkiyəyə. Dekabrın 26-sı. Ola dedim, bunu indi deyərlər. Dedi, paltar zat heç nə götürmə. Məşqə gəlirsən sadəcə. Yəni, bir dənə şey eləyib, axşam qaydasından Bakıya təzdim. Dedim, ay yaxşı. Onsa da yuxu tutar məni. Oyaq nəsə qaldım, səhər getdim 2-də hava limanına, oradan mindik təyyarəyə gedirdik. Dedim ki, biraz yatım, dincəlim də, yəni şey olar. Nəsə uzandım belə 3 nəfərlik yerdə. Mənim də yüksəklik qorxum vardı o vaxtlarım. Elə o gün yüksəklik qorxumu yendim. Abi, uzanmışam belə, hər şey yaxşı gedir, təyyarə boşdur. Yəni yerlər çox da dolu deyil idi. Yeməyimi yedim, uzandım ki, 15 dəqiqə yatım. Birdən təyyarə başladı belə sirkələnməyə. Bu yüksəklik qorxusu olan adama yəni bu necə ola bilər də, yəni cəmaət başladı qışqırma, amma həqiqətən çox pis idi. Aşağı belə getməyə başladı, belə sirkələnir, belə eləyir. Yəni konkret avtoşluq eləyir, yəni təytoşluq eləyir. Nəysə cəmaət duazal oxuyur və Allah'a and dua oxuyanını gördüm yəni. Biz də qızlarla getmişik. O müğənni qızlar var. Ağlayır, tutub mənim əlimi qıracaq. Əlimi yara eləmişdi qız. O dərəcədə dırnaqlar keçmişdi əlimi. Nəysə mən də düşünürəm, orada ekranı açmışam ki, görüm nəyin üstündəyik. Baxıram ki, biz hardasa Qara dənizin zadının üstündəyik. Düşünürəm ki, yəqin suya düşsək ölmərik falan filan belə bir şeylər. İnşallah yaxşı olar. Nəysə bir 30-40 saniyə sonra biraz belə şey oldu. Yeməklər zadlar tökülmüşdü yerə, yəni o dərəcədə olmuşdu. Mən yata bilmədim. Qaldıq belə. Gəldim, səhər çatmışam ora. Yata bilmirəm, yenə qorxmuşam. 24 saatdır yatmamışam da. Saat 11-dir səhərsi gün. Nəysə gəldik. Onlar da sağ olsun dedilər ki, ikinci tur qapalı olacaq. 5 nəfər yarışasınız. Onlardan bir nəfər üst tura keçəcək. 2 nəfər də sonraki tura keçib yarışacaq. Kim utsa ondan yenə üst tura keçəcək falan. Orada keçdim, oxudum, o turu keçdim. Bir dənə qızlar arasında mən keçmişdim. Bir də Leyla Rəhimova vardı bizim dostumuz. O keçmişdi. Maraqlı gün olmuşdu. Belə yenə də macəralı bir gün olmuşdu, bilmirəm. Orada sizi hətta rəhmətli Barış Akarsuya oxşadırdılar. Oxşadılar. Johnny Deppə də oxşatdılar. Barış Akarsuya da oxşatdılar. Mən fikirləşdim ki, məsələn Barış Akarsu haqqında film çəkdilər Orada. Sizə müraciət edə bilərdilər çox rahat bir şəkildə. Yazmışdı. Yəni çox insan yazdı o haqqda. Bu arada mən Türkiyədə bir sinema, bir oyuncu, bir yönetmen adında bir oyunculuq atölyesi var idi. Orada Türkiyənin məşhur aktrisası Yeşim Cərən Bozoğlu vardı. Burada şəkli var. Montajda şəkil qoyuruq. Yeşim Cərən Bozoğlu vardı. Mən onun sinifində təhsil aldım bir 6 ay. Kamera önü aktyoruq üzrə. Bir də Aysun Akyüz var idi, rejissor. Bir çox serialı çəkibdi Türkiyədə. O ikisindən dərs aldım bir 6 ay. Yəni o oyunculuq
iddiam olmasa da bir öz xəyalım olduğu üçün nəsə oyuncu koçu ilə filan nəsə eləmək olardı məncə. Hə, yaxşı olardı idi orada. Olmadı, gəlmədi təklif. Orada səhv ediblər və məncə. Biraz sağlıq olsun. Bəs ümumiyyətlə o səs Türkiyə sizə çox şey qazandırdı da, ümumiyyətlə tanınmamızda çox önəm kəsb etdi deyə düşünürəm. Oldu əslində. Oldu. Yaxşı istifadə edə bilmədim amma. Nəsə Orada Rəşaddan əlcə özümü görməyəcəyəm. Nəsə sual verir orada. Rəşad sən gəl sən də otur. Bir anlıq səhv elədim, gözüm belə getdi ora. Sonra hətta siz şeyə qatılmışdınız, Eurovision seçimlərinə deyəsən. O 2013-cü ildə idi. Amma sizə bir dənə burada bir ekskluziv deyə də bilmədim. Bir açıqlama eləyim. Ki mən bu ildə Eurovision seçimlərindəydim. Təəssüf olsun ki, mən gələn məlumata görə finalda kəsildim. Amma mahnımız yaxşı idi. Gedən dostlarımıza da uğurlar arzu edirəm. İnşallah ki, tək ölkəmiz üçün uğurlu olsun. Mən çox istəyirdim hansısa bir qrup keçsin. Biz də ola bilərdik. Onlar oldu. Həqiqətən də qrup halında iştirak edirdisə. Qrup halında, bəli. Qrup halında tamamilə. Görürsən, bu belə açıq danışaq da. Eurovisionda nəsə Azərbaycanda da haqsızlıq var. Tanışdıq falan. Hə, var. Bizdə çox işlər. Mən görməmişəm deyə. Mən görmədiyim şey haqqında danışmağı sevmirəm. Deyə bilmərəm. Çünki orada bizim dostlarımız da var. Mən yaradıcılığımla, performansımla tanış olan insanlar da var. İndi onlar elə məsləhət görüblərsə, yəni durub burada nəsə deməyim haqsızlıq olar, hörmətsizlik olar. Yəni ona görə mən sadəcə mənə uğurlar arzu eləmək qalar ki, Azərbaycan bu il Eurovisionda uğurlu olsun. Amma mən də istəyərdim hansısa bir rock qrupu daha şey olar. Mahnımız amma maraqlıydı. Nə yalan deyim. Mahnı da mənim həyatımdan yazılmışdı. Nə qədər belə əziyyət çəksək də hədəfimiz Everest deyildi. Hədəfimiz ulduzlar idi. Bəs görürsən o seçim turlarını verəcəklər efirə yoxsa? Yox, efir qapalı bir şeydi. İzləmək istəyərdim, onun üçün deyirəm. Xeyirlisi. İnşallah. Bu 2024-də də bu yay, keçən önümüzdəki yay deyə qalıb. Keçən yay Olimpiyadada iştirak eləmisiniz. Bu vaxt istəyərdim danışasınız. Hə, Olimpiyada macəramız çox maraqlı oldu. Təklif gəldi Gənclər İdman Nazirliyindən, biz getdik Bakı şəhər əməliyyat halqasından belə deyim, təklif gəldi daha doğrusu. Biz getdik orada Azərbaycan mədəniyyət evi var. Düz Eyfel qülləsinin altındadır. Və Azərbaycan mülküdür yəni. Fərz edin yəni o dərəcədə. Oranı Olimpiya evi eləmişdi. Azərbaycan Olimpiya evi. Orada biz çıxışlar eləyirdik. Bəzən Eyfelin yanındasınız, açıq havadayıq. Belə reşatkalar idi, amma səslər gəlir də, bütün millətlər orada. Mən yurdum yuvam məskənim, sən Azərbaycanımı oxuyuram, Sarı gəlini oxuyuram. Ermənilərin ürəyi partlayır. Ay Laçın oxuyuram. Yəni belə çox amansızca davranmısınız ha orada, mən sizə deyim. Yoxdur da bizdə elə. Acıma duyğusu yoxdur, mərhəmətsizlik. Maraqlı oldu. Yox, üzrlüsən. Gözəl bir belə deyim, təcrübə oldu bizim üçün. Qrupla bir yerdə getdik, canlı çıxış elədik. Yaxşı oldu yəni. Bir də gedirsiniz xarici ölkələrə? Hə, olur əlbəttə. Yəni gedirik. Qazaxstana getmişdik Azərbaycan mədəniyyət günləri ilə bağlı Astanaya. Bir çox xalq artisti və əməkdar artistlə bir yerdə getmişdik. Ondan əlavə olaraq Qətərə getmişdik bir dənə maraqlı işə. Dohada çıxış eləmişdik. Çox isti idi, 40 dərəcə istidə rock oxumuşduq. Yəni bunu da yaşadıq. Bütün bu məlumatları Mərdan, internetdə maraqlandım doğrudan da, Google-da falan belə araşdırdım da, yoxdur. Yəni yazmırlar jurnalistlər. Allah bir də nəsə dəxilsiz bir şey eləyin, yaxud da qalmaqal yaradan kiməsə sözləyin, o dəqiqə paylaşacaqlar da, o dəqiqə. Ay Mərdan bunu elədi. Və yaxud da elə bir dəxilsiz bir mahnı oxuyun, bayaq deyim də. Partlayacaqsınız. Niyə yəni bunları eləmirlər? Məsələn, o qədər gedirsiniz, ölkəni təmsil edirsiniz də, əslində bunu yazmalıdırlar mütləq ki. Niyə bunları yazmırlar görürsən? Bilmirəm, bəlkə də yazanlar var. Mənim Valla görənmədim. Hə, bu xəbərləri bilmirəm, çox paylaşma. Öz Instagram səhifəmdə paylaşıram. Məsələn, girib mənim Instagram səhifəmi bir ilmi, 2 ilmi incələsələr, görəcəklər ki, orada hər şey var. Bütün uğurlarımı orada paylaşıram. Amma gərək o işlərlə məşğul olum. İndi elə bir dostum var, jurnalist dostum. Bura gələndə onunla danışırdım ki, mən artıq özümü çatdıra bilmirəm bu işləri. Gəzən oturaq mənə bir plancız, bu işlərlə sən maraqlan. Çünki həm yaradıcılıqla məşğul ol, həm yəni bu işləri gör, paylaşımları edər filan, alınmır. Əslində siz paylaşmalısınız. Yəni jurnalistlər bunu paylaşmalıdır, qeyd eləməlidirlər. Elə olmalıdır. Məsələn, elə müğənnilər, elə aktyorlar zaten tanınmış elə insanlar var ki,
Məsələn, gedirlər xarici Azərbaycanı təmsil edəcəklər. Heç at öylə təmsil etməyəcəklər. Kimsə çağırıblar, bunlar düşüb bölünə gedir. Ki, desinlər ki, bunlar da gedirdi onun bölündə. Zəng edirlər jurnalistlərə ki, gəlin toplanın bura, mən falan yerə gedirəm. Niyə elə bir şeylər eləmirsiniz? Ay Mərdan. Azdan çox ara dilində. Vallahi məndə o şişirtmək yoxdur. Yəni biraz şişirtmək yoxdur, həqiqəti deyin də sizdə. Yəni həqiqəti deyim, amma məsələn o deyirsə, kimsə məsələn toya gedir hansısa ölkəyə, onu paylaşır ki, ajartaj yaratdı falan. Elə olmur da yəni. O yəni biraz yalan söhbətdir məncə abi. Məndə də o yoxdur ki, deyim ki, gəl mənim bu işimi işıqlandır filan. Mən paylaşmışam zaten. İstəyən götürüb paylaşar. Düzdür, paylaşanlar oldu mən sizə deyim. Ya haqsızlıq da eləməyim. Biz çünki Hidayət birinci olanda səhnədə We Are The Champions oxuyurduq. Elnur Məmmədli səhnədə idi, digər olimpiya çempionlarımız falan. Hamımız belə səhnədə bir yerdə oxuduq. O video var orada. Onu paylaşmışlar. Sonra ürəyim dözmədi, bir yandan rock yallı çaldıq. Amat yallı getdi Eiffel Qülləsinin yanında. Oyda, çox qəşəng duyğudur. Onu təsəvvür edirəm. Duygusal, başını qaldırırsan belə, baxırsan belə. Biz uşaqlarla arada bir baxırdıq belə ki, biz harda çalırıq, biz nə edirik? Eiffel Qülləsinin düz altında belə. Azərbaycan mahnıları, maraqlı günlər. Mərdan, elə bir əlinizdə şans olsaydı, imkan olsaydı, ad vermək kimi bu xalq artisti, əməkdar artist. Mərdana bir-iki içində xalq ya əməkdar artist adını verərdiniz, özünüzü etiraf edin. Yox, mən yəni o çox iddialı olar məncə. Pul verib almazdınız. Yox, işte, mən nə qədər heç nəyə pul verib, yəni bu musiqi cəhətdən o şeylərə pul verməmişəm. O vaxtlar mən efirə çıxmaq istəyirdim. Kimə yığırdım ya da radio falan, hamı pul istəyirdi məsələn. Dövrən elə gəldi ki, yəni dəyişildi, öz dostlarımız gəldi işlərə falan. Allah şükürlər olsun, indi çağırırlar. O vaxt pul istəyəndə belə, onda belə pul vermədim. Dedim, vermərəm. Kanallar istəyirdi, hə? İstəyirdi. Düzü verəcək gücüm yox idi. Yəni kafelərdə falan gitar çalan bilirsən də, yəni onu necə işıqlandıra bilərsən. Allah şükür, sosial media falan belə gəldi, çıxdı. Ondan sayəsində bu yerlərə gəlib çıxmağım heç asan olmadı yəni. Səmimi olum yəni, heç asan olmadı. Türkiyədə yaşadığım bir dönəm var, o haqda da danışarıq. Türkiyədə yaşana qədər yəni burada çox haqsızlıqlarla üzləşdim düzünsə. 15-ci ilimdəyəm də musiqi ilə artıq oxuyuram səhnədə. Bir neçə ildir insanlar məni tanıyır. Bir çoxu yəni. Olsa Türkiyə vaxt tanıdılar. Amma yaxşı istifadə edə bilmədim. O məsələn çox adam sizin yerinizdə olsa bayraq eləmişdi əlində vurur. Niyə elə bir şeylər eləmirsən Mərdan? Mən çalışıram ki, belə olum, sadə olum. Qoy vaxtı gələndə mən dəyərimi görə bilərlər. Bilməsələr də olar. Mən bunları dəyərim bilinsin deyə eləmirəm. Sevdiyim üçün eləyirəm. Sevdiyim insanlar mənlə fəxr eləsin deyə eləyirəm. Mənim məsələm budur. Yəni ya da ki, ən böyük düşüncələrimdən biri də odur ki, Allah indi hamımıza uzun ömürlər qismət eləsin, xeyirli ömürlər qismət eləsin. Bir gün hamımız bu dünyadan köçüb gedəcəyik də. Köçüb gedəndən sonra məsələn xatırlanaq yəni, bizim mahnılarımızı dinləsinlər. Çünki bir yerdə oxumuşdum, sizin də bəlkə qabağınıza çıxıb. Bu dünyada bizi xatırlayan, biz köçəndən sonra bizi xatırlayan son insan bu dünyada yaşayana qədər biz bu dünyada yaşamış sayılacaq məsələn. Bu çox önəmli bir şeydir. Mən istəyirəm ki, biz gedəndən sonra mahnılarımız da yaşasın. Bizdə Allah gecindən versin. İnşallah ki, xeyirli, sağlıqlı bir ömür yaşayaq sevdiklərimizlə bir. Bu da reallıqdır. Mən bundan barışmışam. Amin. Belə də. Bax, Şəhriyar dedi, qoy o sualı verim. Şəhriyar bax soruşdu ki, o gedəndə ki, Samalyotda biraz təhlükəli anlar yaşamışsınız. O səs Türkiyəyə gedəndə. Necə qayıtdınız siz? Heç qorxmaz. Mən olsam ölsəm bilməzdim o Samalyotda. Mən neyim? Mən çıxdım səhnədə oxudum. Sözümü kəsdim deyəsən. Yox, estağfurullah. Bitirmişdin, hə. Mən çıxdım, oxudum, turu keçdim falan. Necə keçdim bilmirəm, necə sevindim falan onu da bilmirəm. Yuxuluyam. Yəni yuxusuzsan da artıq 30 neçə saatdır sən yatmırsan. Gəldik təyyarəyə, mindik, oturduq belə. İndi mən düşünürəm ki, yəni təyyarəyə gələnə qədər ayaqlarım belə-belə gedirdi. Ay Allah, mən necə gedəcəm? Getməyim ay Allah. Bu yüksəklik qorxusu falan, ora, bura. Gəldim nəsə uzan oturmuşam belə, yuxu bir tərəfdən basır. Gözümü bağlayıram belə, diskinirəm. Yəni anksiyetesi olan insanı, qayğılı olan insanlar məni daha yaxşı başa düşür. Travma yaşayıb. Ay neyim, indi oruçluq gündə məni tanışdırırsınız bu. Gördüm Allah'ın işte öldülər. Orada sağ ol qıza dedim ki, mən bir şey gətirin. İçdim, başı vurdum, yatdım. Bir də gördüm ki, Bakıda oyadılar ki, oyanınca çatmışıq yəni.
Gəlmişəm, çox şeydi yəni. Dəhşət bir şeydi yəni. Bəs o travma atlata bildiniz heç olmasa? Yoxsa hələ də var? Travmanı, yo atlatdım. Ondan Hə? sonra biz Hong Konga filan getdik Çingizlə. Adam Hong Kong görmüş Hə. adamdır. Allah şükür olsun. Yo, estağfurullah. O Hong Konga ondan qabaq getmiş. Ondan sonra biz hələ getmişik. Məsələn, uzun uçuşlarım olubdu. Afrikaya getmişdim, yəni Mavrikiyaya getmişdim. Məsələn, 12 saat uçmuşdum yəni. Oyda 12 saat. Artıq o yoxdur. Keçib gedibdir, şükürlər olsun. Bu arada içki söhbətinə də girdim. Onu da açıqlama verim ki, sonra baltalamasınlar məni. Yəni çox belə içki içən insan da deyiləm, idmandayam. Yəni. Məcbur qaldınız sadəcə olanda. Yəni orada yəni bilmədim. Hətta bir 3-4 ildir ki, artıq demək olar ki, içmirəm yəni. Onu da demək, sonradan deməsinlər. Nəzərinizə Bunu çatsın. anonslara verin, zəhmət olmaz. Mərdan, belə simpatik, yaraşıqlı, belə gənclərin Estağfurullah, yəni deməyin, valla Siz Allah. pis oluram. Bu yaraşığınız başınıza bəla olub yoxsa yox? Mən onu deyim bilim. Nə kimi? Ümumiyyətlə də, yəni başınıza bəla olub yoxsa hər mənada. Ya olub İstanbulda yaşadığım dönəmlərdə var idi belə, yəni evdən indi babamla mən evənətə izləyirəm. Nəzrim buna baxsa mən. Olub keçib. Elə insan deyil. Olub var idi bir dinləyicim var idi, fanat idi. Yəni çox şeyləmiş, bezdirmişdi məni. Nə yalan deyim. Səmimi adı ilə hər şeydə danışdırdı Zeynəb. Aha. O yəni çox axırda mənim zövqümdə bir xanım deyil idi. Allah xoşbəxt eləsin. Yəni mən kim olursa olsun xoşbəxtlik arzu edirəm. Çox bezdirmişdi məni, yəni gəlirdi, axırda təhdid edirdi məni ki, səni öldürərəm falan filan. İstanbulda yaşadığım dönəmlərdə. Tək yaşayırdınız da İstanbulda? Ya İstanbulda tək yaşayıram. Qorxmurdunuz yəni? Yox, mən öldürəcək vestə adam döyürdü. Allah aşkına, silahla zadla bəlkə vura bilərdi zaten və yaxından heç nə deyə bilməzdim. Neçə il yaşadınız? Qorxu yoxdur şükür Allah. İstanbulda mən 4 il Türkiyədə yaşamışam. 2 il yarım Ankara'da, 6 ay getdim Antalya'da işlədim otel rejimində. 2 ildə pandemiya dövründə saysaq İstanbulda yaşadım, işlədim, oyunculuq oxudum falan. Hə, bu O Səs Türkiyədən sonra olan. 2017-ci ildə artıq bezmişdim. Nədən bezmişdim? Mən haqsızlıqdan bezmişdim. Mən haqsızlığı sevmirəm, ədalətsizliyə biraz belə tab gətirə bilmirəm yəni. Bir şey əlimdən bir şey gəlmirsə onu dəyişməyə, yəni gedirəm. Bir həftənin içində qərar verdim, Azərbaycandan getdim. Uca bezmişdisə, iyrənmişdisə hər şeydən. Həqiqətən də yəni tanışdıqlar, nə bilim, kimin tanışı varsa orada, burada efirlər pul, radiolar pul falan filan. İndi sağ olsunlar dostlarımız həqiqətən də mənə çox dəstək oldu. Doğrudan insan sayəsində insanlara belə istəkdə insanlar çox həssas oluruq da. Biz həssas olur, biraz belə toxunur bizə. Şey olur. Yəni haqsızlıq görəndə. Məsələn mən yolda da məsələn bir dava görsəm, şey görsəm, girib həmin ayırıram, şey deyirəm. Məsələn bir qadına məsələn biri nəsə bir şey desin, yenə də girərəm yəni. Mən haqsızlıq, ədalətsizlik görəndə məsələn sonra uşağa kimsə nəsə eləyəndə, məsələn yolda uşaqlar görürəm ki, balaca uşaqlar işləyirlər məsələn, nəsə satırlar filan. Pis oluram yəni, özümü pis edirəm ki, bu oyuncaqla oynayan vaxtıdır. Həyat hansı. Sizdə hər kəsin bir qisməti var. Amma yenə də yəni kimi verilişinə bağladıq biz burada abi. Mənim ağlıma gəldi. Bir kiminsə verilişinə bağladıq bir. İlham müəllim buradan salamlayırıq. İlham Mirzəyə bağladıq. Ağlamadan getməyəsən. Buradan salamlayırıq. Dostumuz yaxşı insandır. Doğrudan yaxşı. Çox həssas adamdır o da. Ben o şey soruşum, o manyak qızı soruşum. O nə oldu? Onunla necə qurtuldunuz siz o Türkiyədə? Azərbaycana ona qıza görə köçmədim təbii ki. Pandemiya yəni məni məhv elədi həqiqətən də. Həm psixoloji cəhətdən məhv oldum, həm də maddi cəhətdən. Çünki pul yığmışdım ki, albom çıxardacağam Türkiyədə. Bütün hər şeyi xərclədim pandemiyada. Dedilər ki, 2 həftəyə açılacaq hər şey, narahat olma. 2 həftəyə açılmadı. Sonra 2 ay oldu açılmadı. Sonra 4 ay sonra bir açıldı. Sonra belə əlimdən nə varsa hamısını xərclədim getdi. Kiraya, yeməyə falan. Azərbaycana qayıtdım. Bizdə çox bahadır orada, kirayə evlər dəhşət bahadır. Baha idi. Bayağı bahadır. Mən də yaşamışam, çox bahadır. İstanbulda? Harasın? Özündə. Özündə, mən də özündə. Birinci məhləm İstiqlal var, Qalatay. Orada ikinci də Mecidiyeköy, salamlayıram. Mecidiyeköy. Mən də Mecidiyeköydə yaşamışam. O Quruq tərəflərdə. Yes. Qonşu çıxırlar da əslində. Mənim qonşularım yeri alırlardı, mən çox tanımırdım. Onlarla da dost qardaş olmuşdum.
Adam Nigeriya ilə necə Ha, dost bayaq qardaş olur? şey demişdim mən, o Səs Türkiyə seçiminə getdim İstanbula, oradan sonra bir macəram oldu. Onu danışım. Onda da mən Güzel. Çingizin qrupunda işləyirəm, Mustafayevin. Palmas qrupunda işləyirdim. Latin musiqilər ifa edirdim. İstanbulda olanda da artıq yox, seçimə gedəndə yolda Çingiz zəng elədi. Hələ sərhədi keçməmişəm, Qazax tərəfdəyəm. Ki bəs köməkçi zəng gəldi Elvin ki, Moskvada bir dənə tədbirimiz var, oraya getməliyik. 4 gün sonra, 5 gün sonra tədbir. Mən dedim ki, abi mən O Səs Türkiyə seçimlərinə gedirəm. Nətər edeyim? Mənim biletimi oradan ala bilərsiniz. Dedi, yox, yəni artıq biletlər, pasportlarımız da oradaydı. Biletlər artıq alınıbdı. Dedim, onda mən biletimi qaytarım, mən oradan bir şey fikirləşərəm. Ya da tez gəlib qayıdıb gedəm. O fikirləşdim ki, abi 32 saat oraya get qayıd, 64 saat yol. Mən necə çatdıra bilərəm də? Oradan da gəl, otur samolyota get. Təzədən, Moskvaya. Nəysə getdim, çatdım, O Səs Türkiyə seçimini bitirdim falan filan. Gəldim, xalamın yoldaşına dedim ki, mən qayıtmalıyam, bəs Moskvaya getməliyəm də, nətər edeyim, niyə? Nənəm də gəlib, nənəmi nətər qaytarıb, özümü başa düşdüm. Nənəmin ayaqlarının işi hələ yatmıyor. Dedi ki, burada bir dənə sistem var, belə Rusiyadan samolyot kiralayırlar, kargo. Onunla gedirsən. Amma mən də fikirləşdim ki, bu necə ola bilər? Mən yüklərin arasında zadda gedəcəm falan. Dedi, yox, elə bir şey deyil. Kiralayırlar. Sənin üstü belə bir şey paltarları yazırlar, 5 yazırlar. Sən də 50 dollar verirsən, dollar onda 0.78 partladır. Elə bir şey 30 neçə manat edir də aradasa abi. Mən o pula gedirəm İstanbula. Prosta çıxanda bir dənə o 5-ləri götürürsən, oradan təhvil verirsən, gedirsən, bir dənə də əl bagajı götürə bilərsən. Mən də İstanbuldan özümə bir dənə gitar aldım. Gitarımı götürdüm, gitarın içinə paltarları yığdım falan. Dedim, abi bunun içində narkotik zad olmaz da inşallah. Dedi, ya narahat olma. Sonra yəni Moskvaya tədbirə gedirdi, ayağını aparmasınlar bizi. Nəysə, dedi paltardır, narahat olma. Getdim, paltarlarımı yığdım belə, avqust ayıydı. Tişört, belə bir şey. Mamama da zəng gələm ki, oradan mənə balaca bir dənə sumka düzət verir, uşaqlar gətirsinlər deyə. Mama da sağ olsun hazırladı, səhnə paltarlarımı yolladı. Mən də gəldim. Abi düşdüm, mindim belə samolyota, gördüm samolyot sən nə gündə. Onda hələ O Səs Türkiyə söhbətləri olmamışdı. Kavralit cırıqdı falan filan. Yəni bəlkə də aralanıb yerzar görünəcəkdi. Məndə də bir şey var ki, mən məsələn samolyotda gedirəm minəndə. Düşünürəm ki, oyda bunun altı birdən qırılsa necə olar məsələn. Yeri belə görürsən, ayaqlarını sallana gedirsən məsələn. Baxdım ki, çox pis də. Yəni hostesimiz yaşlı bir dənə xanım idi, biraz kiloluydu. Yəni çox belə şeydi də. Mən insanların o şeylə yəni yumor eləməyi sevmirəm deyə. Bura həqiqətən də ciddidir. Konfet şeydir, paylayır bizə şey padnosunda. Sarı bir dənə belə padnosda gətirib konfet paylayır. Yəni samolyot çox pisdir də abi. O da öldü. Yəni 50 dollara ancaq onda gedərdim. Yəni bu əvvəl avtobus olubdu. La qanat qoyub samolyot eləyiblər elə bir şey. Nəysə, mindim gedirik. Yanımda bir dənə Qazaq oturub, bir dənə Türk oturub, mənəm falan. Türklə söhbəti qurdum, abi nasılsın falan filan, girdik söhbətə, dedi, nə iş yapıyorsun, dedim, abi müzisyenim falan. Mən də Allah şükür Türkdən partladı, yəni belə övünmək kimi olmasın. Dedi, hara gedəsən, dedim, valla mən Moskvaya ilk dəfə getmişəm, yaxşı tanımıram da, buranı yazıblar. Göstərdim adresi, dedi, bizim yolumuzun üstündədir, mən şoförü gələcək götürməyə, səni də aparam. Mən də qurduraya yemişəm, öyle bir tanımadığım adam, dedim, problem yoxdur, gedərik. Məsələn, düşdü samolyotdan, o adam da gəlmişdi. Məsələn, verdik əşyaları filan, bagajları verdik. Mən də gəldim. Düşdüm ki, bir dənə soyuq var avqust ayında Moskvada. Ölürəm, donuram. Mən də tişörtlə girdim. Biz o da öldü. Heç o da öldü yəni. Nəysə, mən gəldim. Mindik bunun samolyotuna. Bir dənə Doblo ilə gəlib götürmüşlər bizi. Fiat Doblo var. Polis maşınları, onunla. Şoförü deyəndə mənə ağlıma Bentley zad gəldi. Amma sonradan düşünürəm ki, Bentley-dən gedən adam niyə kargo samolyotuna gəlsin? Nəysə, mindik biz getdik. Getdik, yolda gedirik. Moskvanı mən o yollardan keçməmişdim. Meşənin içindən keçirik, belə, elə falan filan. Mən də belə tutmuşam da belə ki, böləklər bir dəqiqə getdi də, yəni bu orqan mafiyasıdır. Mən niyə ki, düşdüm bu söhbətə?
Seyfi idi adamın. Dedi, Merdancığım bize bir şarkı söyleyebilir misin falan. Dedim abi problem yoktu yani. İstiyorsan aşı da getirim. Neyim bu da Sağ salamat. yani meşanın ortasındaydı ağaracı. Çıxartdım nəsə şeydə yəni çox belə qəribədir. Maşın orada gedir, mən də Fiatın arxasında gesi bağlarında dolanıyorum oxuyuram ya. Oxudum. Oradan əruz oldu belə. Deyirəm bu neyim? Məsələn gitaramın içinə pul attım. Sağ ol. Dedim ay yox bu yəqin. Birinci düşünürəm ki yəqin yox bu mənim börəklərimi yəqin ki almaz inşallah haralda. Amma dedim ki yox bəlkə də pul verir mən şirinlikləşdirir ki narahat olmadı. Orada çox qışqırma. Bilmirəm yəni. Nəysə gəldik. Birtəhər çox stresli keçdi orama. Yəni bəzən 2019 yaşım var düşünürəm. Bilmirəm bir də çox uzun getdik ya. Bilmirəm bizi hara aparmışdılar. Kargoların gəldiyi hava limanından gəlib çatmışdıq. Gəldik çatdıq. Axırda dedi ki kardeşim dedi senin dedi ben böyle rahatsızlığını anladım. Ben arada bir dedim abi niye buradan gidiyoruz? Niye buradan gidiyoruz falan. Dedi rahatsız olma bizden kimseye şey gelmez falan filan. Böyle bir Polat Alemdar havalarına girdi orada. O nömrəsinin kartını zaten verdi. Dönen kimi kartı attım kaçtım. Ara böyle bir ara danıştık yani adamla WhatsApp üzerinden. Onunla maraqlı ki böyle bir maceram olmuştu yani. Heç olmasa gitarın içine yaxşı pul atmışdı. Çıxartdım ki $100 atıb. $100 var kargo ilə niyə gedib? Bilmirəm. Yo o deyəsən mən səhv eləmirəmsə, o düşünüb ki tez getməli daha da. Düşünüb ki burada pul verib gedəcəyəm, bundan gedim də bir dənə şeydir. Ya da uçaq tapım bu sırada. Da bəlkə də olub belə bir şey olubdu. Çünki orada məsələn necə idi sistem? Gedirdim məsələn deyim ki mən məsələn qalanlar var idi ki 2 aydan bir girib çıxış eləməlidir də Türkiyəyə. Sən gedirdi məsələn ora elə bir ki çox qəribədir. 20 yanvarda Sumqayıta 1 manatdası var. Elə bir şeylə Moskvaya $50. Kim gələ bilir ha? Məsələn mən gəldim, mindim getdim məsələn. Belə bir şey olur. Mən bilmirdim belə bir şey var. Bütün bundan yararlanardım mən. Əvvəl yəqin var imiş, indi yoxdur. Amma samolyot çox pis idi. Abi 5 gün biz gedirik və samolyotdan cart-curt səslər gəlir belə. Bir dəqiqə sınacaq da bu dəqiqə. Hə, yəni bu dəqiqə o idi yəni. Ay Mərdan. Bəli. Belə deyim, bəliniz şirin. Bu bayağı müğənnilər var, bayağı mahnılar var. Onlardan hansı ilə dostluğunuz var, münasibətiniz var? Belə dostluq münasibəti. Bayağı bilmirəm, yəni mən o söhbətlərə çox girmirəm. Hiss elədim ki, var bax o simanı tutdum, aha. Yox, dostlarımız məncə yox, mənim bayağı müğənni dostum yoxdur. Salam sağ olum olan dostlarımız var, yəni musiqiçi, çünki hamımız eyni gəmidəyik də yəni. Salam sağ ol var, yəni mən çalışıram ki, hamı ilə aramı yaxşı tutum, hörmətsizlik eləməyim ki, hörmətsizlik olunmasın mənə qarşı, mənim fəlsəfəm budur. Amma bayağı musiqi söhbətdə biraz qarışıq söhbətdir. İndi insan kiminə görə? Hə də insan dinləyir. Mən nə deyim ki, dinləməsən deyil. Musiqi çünki zövq məsələsidir. Hə, dinləyənlər olur. Hə, dinləyənlər var. Mən məsələn elə adamlar görmüşəm ki, çox belə oxumuş, görmüş adamın məsələn elə şeylərə qulaq asır deyirəm. Bu yəni amma bir görürsən ki, adam çox savad. Nə deyəsən məsələn? Olmur. Həqiqətən də var. Hə, var. Məsələn də bizim Uşaqo. O bir də mahnı var. Özü sözündə düz bilmir. Yenə türmə, yenə qazamat, ay bırak. Onu da bilirsiniz necə deyir? Deyir yenə türmə, yenə qaza bas deyir. Qaza bas. Bu gün öyrətmişəm ki, şəf İsmail Yekan mahnısı. O qaza bas deyir, qazamat. İsmail Yekan'ın o mahnısı remix. Gerçek olarak. Onu doğrudan kim oxuyur? O mahnını, bilərsiniz. Mahir Ayburat deyirlər də ona. Tanıyırım elə başda. Tanıyıram, mən hamıdan xəbərim var. Allah haqq. Yəni o şey deyil də, mən gəlmə falan kəsi tanımıram. Trendə kim düşür falan filan hamısını bilirik. Şey deyirik. Yəni görsəm də belə salam versələr alıram. Mən də yeri gələndə mən də salam verirəm. Məclisə birinci, ikinci girmə söhbət. Mən ikinci mən girsəm salamımı verirəm təbii ki. Hə, belə şeylər də var hə məclisdə. Yox, məncə elə olmalı. Girən adam salam verir də deyəsən. Hə, yəni elə bir şey var. Mənim düşüncəmdə elədir. Ya da oturmuşsansa da gözləyirsən kimsə. Xanım olanda məsələn təbii ki yaxınlaşıb salam verərsən. Ayıb olmasın yəni. Bəs siz elə mahnılar məsələn bayağı mahnılar deyim də, oxuya bilərsiniz yoxsa səsi uslatmaz ona? Yox, əslində o bayağı mahnıları yaxşı rock da eləyə bilərəm. Buna güvənirəm. Ha bunu doğru eləmək olar Heç eləmisiniz yoxsa? Yox, bayağı mahnı eləməmişəm. Eləyəsiniz bir dənə Mərdan. Bilmirəm, bəlkə gələcəkdə eləyə bilərəm. Doğrudan partladar Bizdə sevirlər axı elə şeyləri. Partlada bilər ha. Yəni çünki partladan mahnılardan. Bir dənə Ankara'da bir şey yadıma düşdü.
Bir dənə rock bara getmişəm. Necə oğlan bildi ki, mən Azərbaycandan gəlmişəm. Dedi, kanka, senin için bir tane Azərbaycan şarkısı patlatacağız. Biz bunu çox seviyoruz. Bir dənə bayağı mahnı oxudu. Allah haqqı mahnını bilmirdim ha. Yəni girdim, baxdım ki, kimsə yenə musiqili meyxanadır. Qaqaş bunu rock olaraq oxuyubdu. Hansı mahnı olub görürsən? Çox qəribə dedim, Allah sənə. O boyda Azərbaycan mahnıları var. Bunu tapdın oxumaq. Yəni o haqqın yolunu tapmışdı o qaqaşa. Bəlkə biz də gələcəkdə eləyə bilərik, amma hələ ki proyektlərimiz çoxdur. Hələ öz mahnımızı eləmək istəyirik, özümüzə aid bir dənə mahnı elədik dayanacaq adında. Çox belə tutmadı yəni istədiyimiz qədər. Axtarırıq, prosta istədiyimiz mahnını tapa bilmirik. Hə, amma sizin yəni ifa etdiyiniz mahnılar tutulur. Hə, yaxşıdır, şükür alacağıq. Hə, amma bildiyi mahnılardır və çalışıram ki, haqqını verim yəni. Sadəcə tərzi dəyişirsiniz. Hə, tərzi dəyişirəm biraz hə. Buna ehtiyac var idi doğrudan belə düşünürəm. Yaxşı oldu hə. Ehtiyac var idi. Yaxşı oldu. İnşallah konsert aprelin 20-sidir. Biletlər, satışlar necədir? Başlayıb? Bilet aprelin 20-sidir. Elə martın 20-si bilirdiniz. Aprelin 20-sidir. Tamam, bunu verilişdən sonra danışarıq. Üzrü sayın. Bilet satışları necə gedir? Bilet satış. Bilet dəvətnamələr gələcək. Qapıdan çıxanda kinə bilet mənlik. İnşallah. Bilet satışları yaxşı gedir. Gözlədiyimdən yaxşı oldu. Ayaqüstü konsertdir. Düzdür, ayaqüstü olmağına biraz narazı olanlar oldu ki, bəs. Çünki mənim dinləyici yaş kateqoriyam hər yaşdan var. Köhnə mahnılarda oxuruq deyə. Eyni, hə. Olur yəni. Bəziləri gələ bilmədi, amma oturaq konsertdə eləyəcəm yəni. Bu artıq bir şərt oldu, gələcək. Çox tələbat var ha. O ayaqüstü konsertlərdə elə ki, bizim bu zal hardasa bir 1000 nəfər filan tutur, amma 1000 nəfər olanda çox sıx olur. Mən düşünmüşəm ki, bir 800 nəfər dəvət eləyək, olsun, gəlsin də, yəni satılsın biletlər filan. Çox sıxlıq olmasın da, insanlar rahat. Rock elədi ki, bəzən adam oynamaq istəyir. Rahat olmaq. Onu deyirəm ki, elə eləyim. Elə düşündüm yəni. Biletlər də ki, yarısı satılıbdır, şükürlər olsun. Yarısından biraz çoxu gedir. Hə, mən nə vaxt idi? Keçən il dostumla baxdıq. İstəyirdik gəlmək. Heç onda düşünmürdük də sizi qonaq çağıracağıq. Gəlmək istəyirdik. Nə vaxt baxdıq? Keçən həftə deyək, o birisi həftə. Ticketdə görə bilmədik biletləri. Ticketdə əslində az açmışdılar birinci satışa. Bəlkə ona görə görmüşük biz. 200 bilet açılmışdı satış. Hamısı bitdi. Ona görə. Ondan sonra təzədən dedik ki, insanlar axtarır. Çünki yazanlar oldu yenə sizin kimi deyəndə. Biz başladıq açaq ki, konsertə hazırlaşırıq. Bu konsert mənim ilk solo konsertimdir. İndiyə qədər çox konsertlərdə çıxış eləmişəm. Yəni biz bölgələrdə çıxış eləmişik. Lənkəranda bir 5000 nəfərin qabağında çıxış eləmişik. Bu il Sumqayıtdaydıq, Gənclər Günü ilə bağlı. Ay, çox yaşayın. Yaşa olacaq. Gənclər bir gəldi, partladacaq deyək. İnşallah. Deyilənə görə Sumqayıtdakı fevralın 2-sindəki konsertdə elə dedilər ki, 20 min adam var imiş. Yəni mən bilmirəm. Məncə o inandırıcı yəni, amma deyirlər ki, 20 min adam var idi. Ona görə düşünürəm. 800 azdır yəni. Kristaloğlu'da məsələn məzun günləri olubdu. Yenə də 18-20 minlik yəni dinləyici kütləsi, tələbələr filan. Orada məsələn o çıxış eləmişəm, amma solo olaraq ilk konsertimdir. Ayda. Sırf mənim yaradıcılığımla bağlı olan bir şeydir. Əslində mən bunu ilk tanışlıq olaraq da görürəm tamaşaçımdan. Ki biz orada yaxından tanış olacağıq, biləcəklər məni. Əslində bu günlərim də biraz yaxından tanış olacaq. Çünki mən çox vaxt belə səmimi danışmıram. Bu da sizin bu ortamın səmimiliyindən qaynaqlanır ki, inşallah ki, yəni artıq əski bir şey danışmamışam deyə düşünürəm. Sevirəm çünki səmimi danışmağa, səmimi insanlar. Bu da sizdən qaynaqlanır. Orada da biraz yaxından tanış olacaq insanlarla. İnşallah. Həyecanlısınız, hə? Həyəcanlıyam düzün desəm, çünki bəlli bir vaxtdan sonra insan səhnə həyəcanı azalır insanın. Amma indi o həyəcan ilk günlərdəki həyəcan gəlibdi. Necə ki, O Ses Türkiyə çıxanın qarnım belə ağrı tutmuşdu həyəcandan falan. Bəzən düşünəndə belə bir şey olur, belə qarnına bir nəsə bir hərəkət edir. O inşallah hazırlaşırıq, yaxşı bir şou göstərmək istəyirik orada insanlara. Ayda inşallah. Həyəcanla gözləyirik. Allah'ın izniyle sizləri də gözləyirəm mütləq şəkildə. İnşallah. Ayaqüstü olacaq, biraz yoracağam sizi amma. Yox, çox xoşdur. Əmin olun ki, o yorğunluq enerjik olacaqsınız. Çox xoşdur. Yəni indidən mən həyəcanla gözləyirəm. Bəs konsertdə qonaqlar olacaq? Hansı müğənnilər? Qonaqlar olacaq inşallah. Sürpriz olaraq. Sürpriz. 1-2 mahnılıq sadəcə. Duet ortaqlarım gələcək inşallah. Qrupla çıxış edəcəksiniz yoxsa tək? Qrupla.
Qrupla. Biz hər yerə qrupla gedirik artıq. Çıxış eləməyə canlı şəkildə. Çünki biz istəyirik ki, Azərbaycanda bu canlı konsertlər olsun. Yəni fonoqramla olmasın konsertlər. Canlı şəkildə. Bizim tərzimiz buna çox uyğun. İnsanlar məncə sizi niyə bu qədər kütlə var? Çünki məncə yenilik də Azərbaycanda, belə deyərdim. Bəlkə keçmiş dövrlərdə olub, yəni nadirən də olsa olub. İndiki dövrdə yoxdur demək olar. O qədər yoxdur. Bizim Bəlkə də tərzdə var, var dostlarımız azdır var. yəni. Çox Dərviş bənd var. Hə, sevirəm. Döngə var. Onu Mən konsertdə sevirəm olmuşam. yəni bizim tərzimizdə olan insanları da deməyi. Aynə bənd var. Bir vaxt sən oldun. Çox qəşəngdir. Sadəcə niyə belə ifaçılara, belə gənclərə şey eləmirlər? Nə bilim, şərait yaratmırlar mı deyim, necə deyim? Valla sevilir. Bunlar daha çox sevilirlər. Təbii ki, daha çox sevilirlər. Yavaş-yavaş başlayıb artıq. Bu artıq necə deyim, yeni gənclər deyək də belə sevir. Hə, çox sevirəm. Mən də gedirəm konsertlərinə getmişəm onların hamısında. Mən istəyirəm ki, canlı olsun. Düzdür, bütün konsertlər canlı ola bilmir. Bizdə təbii ki, çalışır ki, həmişə canlı olsun, amma digər müğənni dostlarımız, yəni bəzən olur canlı ola bilmir. Çünki səs də tab gətirmir. Düzünü desəm. Dayanmır yəni. Təbii ki. Bu qədər oxumaq ya da ki, təşkilatçı canlı ifa üçün lazımi texniki rider'ı təşkil eləmir, eləyə bilmir büdcə söhbətlərinə görə. Amma gün gələcək Azərbaycanda çox gözəl, böyük konsertlər olacaq, inanıram. İnşallah. Bəs efirlərə niyə çox dəvət almır sizin kimi gəncləri, digər qruplar? Mən dəvət eləyirlər, Allah şükürlər olsun. Digər dostlarımızdan da dəvət olur, eləyirlər. Daha az olurdu. O nə bilim, belə deyim də, bayağı müğənnilər bəlkə reytinq vermirik biz çıxanda. O da ola bilər. Çünki reytinq verməyən adamı niyə çağırsın? Məsələn, biz bu gündən burada danışdıq. YouTube-da yerləşdiriləcək də, bu düzdür. Bu məsələn izlənməyə müsaitdir. Çünki bizim dinləyici və izləyici kütləmiz YouTube-a daha yönəlir, digitallara daha yönəlir, belə deyim. Televiziyada bilmirəm, yəni mən çox görməmişəm ki, qəşəng bir feedback alım. Mən də. Teymur, xüsusi yaxşı nəsil baxır deyə, ona görədir. Vallahi gənclərdən də var, Allah haqqı, o beyinə sahib olan. Var və daha çox nə lahmacun yerlərində filan açıq olur televizorun. Nə? Elə olur da. Hə, o da var. Nənə restoranda filan açıq olur. Mən dönərxanada baxsan ki, televizor açıqdır. Gedir də, başa düşdüm, boş səsini də alıblar, biraz gedir. Oturur, heç nə yox. Sizi sevən o da gedir. Ona o dəqiqə baxırlar. Baxırlar Allah. Ona baxırlar amma. Xoş qədəmdir, Elgiz müəllimdir. Dava qırğın filan. Sağ ol. Və o şeydə, yəni yaşlı nəsil onlara baxır. Onlara rock maraqlıdır. Mən axır vaxtlar Elgiz müəllimin fanatı olmuşam. Çox açıq sözlüdür. Çox şirindir. Mən də onun videolarına baxıram dayanmadan. Videolar çıxır qabağıma belə gedirəm. O belə. Çox şeydir. Düzdür, mən olsam məsələn eləyə bilmərəm. Çünki bəzən insanlar görürəm ki, belə rencidə olmuş kimi. Xətrinə dəyməyə, incitməyim. Amma onun məncə xarakteridir. Bəzən də çox yerində deyir. Adam, mən nə deyim? Çox şirindir. Mən də baxıb onun videolarına nə qədər, ancaq da belə baxır adamlara. Niyə? Ay Mərdan, bəliniz şirin. Həyatda ümumiyyətlə kompleksiniz var, kompleks insansız, yəni nəyəsə var? Yox, çox belə kompleksli insan deyiləm məncə, özümlə barışıq insanam. Nə varsa odur. Bir ara mən çox arıq idim məsələn, bunu çox deyirlər ki, sən niyə belə arıqsan falan filan. O səs Türkiyə vaxtında çox arıq idiniz. O səs Türkiyə vaxtında 55 kilo idim məsələn. İndi məsələn biraz Allah aşkına idmanla məşğul olub falan yaxşıyam. Onun məsələn biraz kompleks eləyirdim. Amma zaman gəldi, keçdi, getdi. İndi arıqlasam onu kompleks eləmərəm məsələn. Çünki o yaş deyil. Görürəm ki, boyla çəkinə olan işlər də ölür. Həm də artıq olğunlaşmışsınız. Bu simanıza da yansıyır da. Təbii ki, onda çox gənc idiniz. O da var. Amma kompleksim yoxdur məndən. Soyunum gedim belə dayanım hardasa. Mən öyle şeylər eləmərəm. Və məsələn hansısa klipdə zadda lazım olsa? Yox, eləmərəm. Ehtiyac. O tərz şeylər istəmərəm. Karyeranız boyunca, 15 illik karyeranız boyunca istər məşq olsun, istər nə bilim klip çəkilişi olsun, fərqi yoxdur. Başınıza gələn ən maraqlı bir şey. Danışım? Hə, deyir. O necə deyir bu orada? Deyir, bitiririk.
Çox deyə danışdım da Ən karyerdə. maraqlı danışdı. Yazdı, istəyir ağlamalı olsun, istəyir gülməli. Ya gülməli olsun, ağlatmıyor. Oradan da baxır. Mən işimdə çox məsuliyyətli insanam. Həqiqətən mən çox məsuliyyətli insanam. Bizim zər alətləri ifaçısı udarnik deyirlər də, indi Lora dildə deyim. Mən dəli elədir. Mən də əsəbləşəndə pis əsəbləşirəm ya. Biz getmişik ora çıxış eləməyə. Dənizin qırağındayıq. Səhnə dənizin qırağıdır belə. Dənizdir bura. Məsələn soundcheck edirik, səsi yoxlayırıq. Bu yoxladı səsi falan. Belə vuranda çubuq əlindən sonra yetdi düşdü dənizə. Çöndüm baxdım, dedim indi olan şeydir də. Nədir 10-20 manatlıq bir şeydir. İnşallah ki bir şey olmaz. Gördüm düşüb dənizə girdi. Dedim ay kişi nə qarsan? Səhnə paltarında düşüb dənizdə çubuq götürəsən. Ha, yəni şey demə oradan götür başla. Normalda məsələn çubuq sumkası olur. Oradan zapas qoyurlar falan filan. Buradan Qətərə gedəsən. Ha, başa neçə min kilometrdə bir. Aparmayıb. Billədi. Yoxdur ki. Oyda. Ürəyim partladı. Yəni Ərəb ölkəsindəsən. Burada harda musiqi alətləri düşəni tapasan belə. Və çubuq tapasan. Hə də. Çubuq yəni bir də. Ürəyim partlayır. İndi dəli olmuşam da. Bunu nə edirəm? Az qara öldürür. O da mənim balaca qardaşımdır həqiqətən də. Yəni Şamaxılıda valideynləri orada yaşayır. Atası burada mənə tapşırıb onu. Mən əlimdən nə gəlir ona dəstək oluram da. Həqiqətən mən onu balaca qardaşım kimi görürəm. Ay sən bunu necə eləyə bilərsən? Nükşüm, oyda belə durmuşam belə elə falan. Beynim xarab olub da. Orada aparaturanda Əlcəzairlər qurmuşdu orada. Adam gördü ki, ürəyim zad dayanacaq. Gəldi belədi. Bro, chill dedi. Yəni sakit ol, yəni narahat olma. Dedi ki, mən həll edəcəm. Belə Azərbaycanca demədi, ingilis amma. Dedim mən necə dedi burada musiqi dükanı var. Prosta 1 saata yeyib qayıdacaq. 1 saata da tədbir başlayır. Oyda. Siz əgər bir təhər yoxlayın, gedib alıb gələk. O nəsə bir təhər 10 dəqiqə baxdıq. O sürdü, getdi, aldı, gəldi. Soğuzunu yenə. Yenə də məsələn o gəlir axırıncı yadıma. Sonra Parisdə məsələn metroya gedirik. Metroların çoxu açıq qoyurdular belə olimpiyada vaxtı. Biz keçib gedirdik. Amma mən yenə də kartı basırdım. Metro da çox baha idi. Allah izin. Niyə basırsın? Hə, 4 euro qoymuşlar. 7 manat elə ki bir gediş basıb keçirdim. Amma yenə də basıb keçirdim də, yəni şey var. Bilmirəm də, yəni elə bir şey. Bəzi metrolarda çünki bağlı idi, bəzilərində açıq idi. Məsələn bizimkilər gəldilər, eləmə tənbəllik, gördük girişdə çox şey var, çıxışdan girdilər. Belə Azərbaycanlı zəkası. Gördük ya, 2 nəfər bizdən girdi uşaq, Zaurla Laçın. Samirlə biz də kartımızı vurduq, keçdik. Gəldim görüm ki, bundan polis saxlayıb. Belə danışa bilmirlər də, qalıb belə. Deyirəm, nətər eləyək, nə eləyək falan. Nəsə gəldi ki, bunun 100 euro cəzası var. Uyda. Dedim, falan çıxartdım sənədləri Olimpiya Komitəsindən göstərim ki, bizim burada icazələr gəlmişik ora-bura. Nəsə ki, belə bir təhər buraxdıq. Yəni macəra çox deyib, bilmirəm vaxtımız olsa danışaram yenə də. Mənə çox xoş idi. Və Rəşad deyir ki, bitir. Bitir vaxtımız. Ona gələn podkastda nə qədər danışdım mən bu gün. Konsertdən sonra yenə gələrsən inşallah. Gəlirəm, konsertdən sonra gəlirəm mütləq şəkildə. İnşallah. Yaxşı olar inşallah. İnşallah. Siz də gözləyirəm konsertdə. Çox sağ olun bu səmimi ortam üçün. İnşallah izləyənlər də mənim səmimi yönümü də görərlər. Çünki mən biraz məsafəli oluram bəzən. Amma gözəl insanlarla eyni əhatəyə düşəndə kameralar filan yaddan çıxır. Mən də elə oldu, unutmuşdum. Qəşəng söhbət gedirdi. Çox təşəkkür edirəm Mərdan, doğrudan gəldiyiniz üçün. Çox xoş oldu sizi tanımaq və bizlə özünüz olduğunuz üçün çox təşəkkür edirəm. Təşəkkür edirəm. Hər zaman çox sağ olun. Bir qüsurumuz oldusa da üzürlü sayın. Sağ olun, var olun. Konsertdə də uğurlar sizə. Sağ olun. İnşallah oradayıq. Mütləq şəkildə. Sizə də təşəkkür edirəm. Dəyərli zamanınızı ayırdınız, bizi izlədiniz. Çox sağ olun. Bu həyatda kim olursunuz olun, nəçi olursunuz olun, əsas odur ki, özünüz olun. Bu arada dostlarımızın Telegram səhifəsi var, Forum Baku deyə. Möhtəşəm bir səhifədir. Hər işinizə yarayacaq bir səhifədir. İstər tanışlıq, istər hər hansı bir iş üçün müraciət etmək istəsəniz və yaxud da bir işə ehtiyacınız olsa, yenə müraciət edə bilərsiniz. Məncə Telegram səhifəsində göz gəzdirin Forum Bakuya. Özünüz başa düşəcəksiniz. Təşəkkür edirəm. Görüşənədək. Buyurun Mərdan, siz də sağ olasın. Çox sağ olun. Bizi izlədiyinizə görə hamınıza təşəkkür edirəm. Sevgi ilə qalın.